Salam dostlar, Nicat Xaric kanalına xoş gəlibsiniz. Heç maşına minəndə kəskin benzin qoxusu hiss etmisiniz? Elə bil hardansa axır, amma tapa bilmirsən. Bəziləri deyir boş geydi keçər, amma bilin ki bu qoxu yanğına qədər gedib çıxara bilər. Bugün sizə sadə dildə deyəcəm. Maşın niyə benzin iyi verir, haradan buraxır, hansılar ən təhlükəlidir. Birinci səbəb, benzin boruları çürüyür. İllər keçdikcə rezin boruları sərtləşir, çatlayır, xırda deşiklər açılır. Benzin axmır, bəzən buxar kimi çıxır. O buxar da salona dolur. Ən qorxulusu isti motorun yanında olur. İkinci səbəb, benzin nasosu altından buraxır. Çox maşında nasos arxa oturacağın altındadır. Orada rezin halqalar boşalır. Benzin sısır, iyi birbaşa salona girir. Ona görə adam deyir, maşının içi benzini iyi verir. Üçüncü səbəb, benzin səni paslayır. Xüsusilə köhnə maşınlarda alt tərəf pas tutur, xırda deşiklər açılır. Benzin yerə tökülməsə də buxarlanır. Qoxu da səni bezdirir. Dördüncü səbəb, farsunkaların rezini buraxır. Motorun üstündə benzin püskürdən başlıqlar var. Ustalar deyir farsunka. Onların altında rezin olur. Köhnələndə benzin sısır, isti yerdə dərhal buxarlanır. Kəskin iyi verir. Beşinci səbəb, benzin qapağı kip bağlanmır. Sadə məsələdir, amma çox yayılıb. Qapağın rezini köhnəlibsə, sənin buxarı çölə çıxır, salona dolur. Niyə laqeyd qalmaq olmaz? Benzin iyi, yanğın təhlükəsidir, maşını korlayır, pulunu yandırır, sağlamlığına zərər verir. Evdə yoxlamanın ən sadə üsulu. Maşının altına bax, yaşlıq varmı? Motoru aç, benzin izi varmı? Arxa oturacağın altında qoxu güclüdürmü? Yekun olaraq dostlar, maşın benzini iyi verirsə susmur, kömək istəyir. Vaxtında baxsan ucuz başa gələr. Gediksən motor da gedər maşında. Yekun olaraq dostlar, videonu bəyənməyi unutmayın və paylaşın ki, hamı xəbərdar olsun. Növbəti videolarda görüşənədək. Kanara dedim, edəyəsən. Yoxdur sifariş.